Selamlar ve saygılar olsun herkese. O yerden ki bize öz ana dilimizi, öz ölkəmizdə özümüzə öyrətmirlər, təsmin tutdum burada gəlib Azərbaycan türkcəsinin dil bilgisinin və yazı qaydaların bütün dildaşlarımla iştiraka qoyan və öz dilimizi lap ucaldan. Hər dilin yazmağına görə əlifbasını da öyrəşəsən. Bizim əlifba 32 hərfdən cürlənibdir. Əlbəttə ərəbcədə 40 hərf olur. Çünki sı çoxdur, zı çoxdur. Bu cür şey çoxdur, işimiz yox olanın. Gedək bu ahəm murur eləyək birlikdə. İlk hərf bizim əlifbamızda A-dır. O birisi dillərə tay. Ayaq kimin ya aslan kimin. Bəzi yerlərdə bunları ayaq və aslan söyləyirlər, amma düz deyil. Deməkdə düzdür, əslən müşkülü yoxdur. Amma yazanda görə A-la başlayıb yazaq. İkinci hərfi də bizim dilimizdə B-dir. Başqa kimi. Üçüncü hərf C hərfidir ki, latincədə S ilə göstərilir. Can kimi. Dördüncü Ç hərfidir. Bunu yazanda latincədə C hərfin yazacaqsınız, altında bir nazır deyim, yarım cildini çəkiləcəkdir ki, o Ç-ya dönəcəkdir. Çərşab kimi. O birisi D hərfidir. Dadaş kimi. Ki, qardaş, yoldaş, bunlarla bir vəz. O birisi hərfimiz E-dir. Latincədə bunu i ilə göstərirlər, amma ərəbcədə əlif və bir y ki üstündə həmzə var, onunla göstərirlər lap çox. El kimi. O birisi ə hərfidir. O cür ki görürsünüz, latincədə ə hərfin a hərfinə oxşadıqlar biraz şəkili fərq edir. Ərəbcədə o hərəkələr öz yerində balaca h ilə bunu göstərirlər. Məsələn, gələcək. Ki, gələcək yazarıq, gələcək deyərik. O birisi F hərfidir. Buna görə də mənə neçə dənə türkcədə söz yazın. Ağıyasını da gəlib sonra deyərəm. Allah'a tapşırdım sizi.